Əvvəla hər kəs salamlayıram. Bura Gəncə şəhəri Şeyx Zamanov küçəsi 3 saylı Trestin yataqxanasıdır. Bura bizim binamızın arxa hissəsidir, qəzalı bir şəraitdir. Görə bilirsiniz ki, baxın, bura da bizim binamızın həyətidir. Burada bizim ümumiyyətcə qazımız da yoxdur. Yəni bu binaya qaz gəlmir. Bizim istilik sistemimiz pletkadır. Bəzilərində baxın belə bir odunla isinmədir. Görürsünüz yəqin ki. Belə bir şəraitimiz var. Və biz burada bu 3 saylı Tresin yataqxanasında qapı 32 ünvanında yaşayırıq. Bizim yaşadığımız bir otaqdır. Belə bir otaqda yaşayırıq. Həmən bayaq vurguladığım kimi qeyd etmişəm. 3 qız övladı böyüdürəm bu otaqda, bir otaqlı evdə. Belə bir şəraitdəyik. Və dəfələrlə tökülür bura. Düzəldirik bir də tökülür. Yəni heç bir yönlərimiz yoxdur buranı düzəltməyə. Baxın. Çox möhtərəmli Prezident İlham Əliyev. Sizə üz tutub deyirəm, mən bu evdə gələcəyin həkimini, gələcəyin müəlliməsini, gələcəyin jurnalistini böyüdürəm burada, bu evdə. Xahiş edirəm, mənim işimə baxılsın. Dəfələrlə aidiyyatı orqanlara üz tutmuşam. Heç kim işimizə baxmayıb. Və sizdən artıq dərəcədə xahiş edirəm. Yəni biz belə bir şəraitdəyik. Baxın, bura bizim balaca bir yerdir. Üzr istəyirəm, həm sanitar qovşağımızdır, həm də balaca bir hamam kimi bir yerimizdir. Baxın, belə bir şəraitdəyik. Hər yer açıq, buzxana. Yəni yer belə beton. Yəni mən burada 3 dənə qız övladı böyüdürəm. Özüm də Kəlbəcər rayon sakiniyəm. Kəlbəcər rayonu Ziver kəndindənəm. Bayaq qeyd etdiyim kimi adım İmanov Rusif Çərkəzoğlu. 1998-ci ildə Gəncə şəhərində anadan olmuşam. Və 5 ildir bu binada yaşayıram. Baxın. 5 ildir mən bax burada əziyyət çəkirəm. Baxın. Xahiş edirəm, bizi Ağdərə rayon Həsənrəz kəndində evlə təmin etməyimizə köməklik edəsiniz.